İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Bugün növbəti köç Ağdam şəhərinə olub. Bu mərhələdə Ağdama daha 120 ailə köçürülüb. Ağdam şəhərinə köç eləyənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 120 ailə, 419 nəfər köçürülüb. Qaydırıq evimizə, işimizə. Çox sevişdi günlər keçirib. Çox şükür ki, bugün qaydırıq torpaqlarımızda. Biz çox sevinirik, sevincimizin həddi yoxdur. Yəni bu arzunu biz çox yaşamışıq. Şükür bugünə. Qaydımızın sevincə həddi yoxdur. Həm də bir əskər anasıyam. Mən də oğlumla fəxr edirəm ki, vətəni qoruyur. Artıq köç karvanı Ağdam şəhərinə çatıb və ailələrə mənzillərin açarları təqdim olunub. Təbrik edirəm, xeyirli olsun, uğurlu olsun. Həmişə evinizdə, işinizdə, həmişə belə güləriniz, həmişə yaxşı xeyirli işlər olsun. Təbrik edirəm. Qeyd edək ki, Ağdam şəhər 2-ci yaşayış kompleksi 6-cı məhəlləyə sakinlərin qayıdışı təmin edilib. Bu mərhələdə şəhərə 119 ailə, 417 nəfər keçmiş məcburi köçkün qayıdıb. Bununla da Ağdam şəhərində məskunlaşan ailələrin sayı 222-yə, sakinlərin sayı isə 820-yə çatıb.